Gördüyünüz zibil poligonu Masallı rayonunun Kalinovka, Hüseyin Hacılı, Öncəqala və 7 Oymaq kəndlərinin ərazisində yerləşən meşə zolağındandır. 6-7 ay bundan əvvəl bu meşə zolağı Masallı rayonunun 11 saylı meşə təsərrüfatı mərkəzinin Masallı meşəbəliyinin 24 saylı dolayı olub. Hal-hazırda 24 saylı dolay 23 saylı dolaya birləşdirilib. O vaxta kimi hər iki dolayın özünün ayrı-ayrı gözətçiləri olub və meşə ərazisinə kənar şəxslərin daxil olub meşənin zibilləməsinə imkan verilməyib. Eləcə də meşə dolayı ətrafında üzərində təlimatlandırıcı yazılar olan lövhələr də var idi. Həmin lövhələr də artıq götürülüb. 4 dənə kəndi, böyük kəndi əhatə eləyir. Kənd cəmiyyəti də ki, məcburdur. Nə qarşısında yer yoxdur, zibil qabı zadı olmadığına görə. Gəlib asan yer tapılır hər öz üçün. Burada zibillənir. Yayda burada deməli iyul ayından bura zibillənməyə başlayır. Deməli burada ifunəti, itlər hətta baş alıb zibilləri daşıyıb lap kəndin içərisinə kimi elə bir meşənin içərisinə tökürlər. Sakinlər deyir ki, 24 saylı meşə dolayı 23 saylı dolaya birləşdiriləndən sonra bu problemlər ortaya çıxdı. Əsasən də günün gecə saatlarında ətrafda yaşayan sakinlər müxtəlif nəqliyyat vasitələri ilə tullantıları gətirib bura atırlar. Faktiki göz qabağında da zibilləyiblər hər tərəfi. Gecələr gəlib atıblar da. Ekologiyadır, bura meşə sahəsidir. Gətirirlər, zibili yadı bura tökürlər. İsti aylarda burada həşəratlərin əlindən gəzmək, fırlamaq olmur. Kəndin yaxınlığıdır, evlərə dolur. Buranın qabaq ştat işçisi var idi, gəlirdi, mühafizə edirdi. İndi bu dəqiqə burada 7 aya yaxındır bəlkə də. Yoxdur. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanladıq. Nazirliyinin mətbuat katibi bildirdi ki, tullantıların meşə və təbiət ərazilərinə atılması narahat edici məsələdir. Bu barədə dəfələrlə yerli sakinlərlə təbliğat aparılıb. Tullantıların ətrafa, meşə, təbiət ərazilərinə atılması hamımızı narahat edən məsələdir və bununla bağlı Nazirlik tərəfindən davamlı təbliğat aparılır, təmizlik aksiyaları keçirilərək ətraf mühitin təmiz saxlanılması təşviq edilir. Tullantılarla çirkləndirilmiş sözügedən meşə ərazisi artıq regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları tərəfindən təmizlənib. Vətəndaşlarımıza müraciət edirik ki, tullantıları hara gəldi atmasınlar, ətraf mühiti təmiz saxlasınlar və belə hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə müraciət etsinlər. Qeyd edək ki, sözü gedən meşə dolayı 70 ildir ki, salınıb və bugünə kimi qorunur. Cəmilə Nəsir qızı İlqar Mustafayev, Həcər Həsənova bugün informasiya proqramı üçün.